Dəyərli dostlar, gözəl bir xəbəri sizlərlə paylaşmaq istəyirəm. Belə ki, aprel ayının 24-25-də Mingəçevir Dövlət Universiteti, Müasir Azərbaycan Psixoloqlar Cəmiyyəti və Psixologiya Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə psixologiyada multidisiplinar elmi tədqiqatlar mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfrans Mingəçevir Dövlət Universitetində olacaq və məxsusən qeyd eləmək istəyirəm ki, bu konfrans çərçivəsində həm sosial, həm pedaqoji, həm klinik, həm inklüziv və eyni zamanda son zamanlar geniş müzakirə olunan süni intellektlə bağlı müzakirələr olacaq və psixologiya sahəsində multidisiplinar yanaşmanın faydası, akademik sahədə aparılan tədqiqatların praktik sahədə tətbiqi və bu ətrafda həm məruzələr, həm də workshoplar olacaq. Məxsusən onu da qeyd etmək istəyirəm ki, konfrans ödənişsizdir. Arzu edən hər bir tələbə, psixoloq, əlaqədar sahədə çalışan, oxuyan mütəxəssislər qeyd etdiyim əlaqə telefonları ilə əlaqə saxlayıb bu möhtəşəm konfransda iştirak edə bilərlər.